Dünyanın Çin maşınlarının zibilinə BMW salıb. Yəni xəbəriniz yoxdur bundan, deyim biləsiniz. Bax, diqqətlə qulaq asın axıra kimi. Sonra istəyirsiniz Çini söyün, istəyirsiniz BMW-ni söyün, Almanları söyün. 2014-cü ildə bizim bu BMW durub gedir Çinə ki, orada 1-2 zavod açsın və lisenziya ilə ucuz işçi qüvvəsi gücünə mühərriklər yığdırsınlar Kitaylara. Çin də əlbəttə ki, bu cür müştərək işə razı olmaya bilməzdi. O boyda BMW gəlib. Power Chingsen firması ilə müştərək işə başlayır Almanlar. Gözünə döndüyüm Çinli qaqalarım da 2 ilə bu 100 illik texnologiyanı mənimsəyir. Və 2018-ci ildə CY16 seriyalı mühərrikin hibrid və plug-in hibrid variantlarını düzəltməyə başlayır. Bu dəfə daha müştərək yox ha, öz sənədlərinə dair. Yəni öz adları ilə. Onları da ilk olaraq yerləşdirirlər Lixiang'ın birinci olan Li One modelinə, hələ 2018-ci ildə. Baxırlar ki, qəşəng işləyir və deyirlər ki, ardı gəlsin. Beləcə qaqalarım bu işi biraz da böyüdəndən sonra Huawei də temaya qoşulur. Huawei də bu telefon tanıdığımız. O da deyir ki, bu motorun yağlı yerindən mənə də 1-2 kilo çəkərsiniz. Onlar da alır motoru, təkmilləşdirib öz maşınlarına qoyurlar. Bu Seres Aito adı var ya, bax onlara. Sonra da o biri, ikinci, üçüncüsü qoşub doluşurlar ocağın başına. Beləcə BMW dünyanı salır zibilə, özü də bilmədən. Vəziyyət o yerə çatıb ki, Avropa avtomobil sənayesi artıq Çinlə bacarmır və yaxın vaxtlarda Çin bir-bir Avropanın orta segment markalarını alıb, gəlib oturacaq elə Avropanın özündə. Və Avropalıların özünü fəhlə kimi işlədib, yəni BMW, Mercedes, Porsche düzəldəcək. Hə, indi nə qədər istəsəz söyə bilərsiniz karateist qaqalarımı. İndi yəni sözü sizə buraxıram. Sizcə ağıllı deyirlər?